yol getməyə, qardaşını ödəməyə hər insan üçün özüm aid edirəm, şərəfli şöhrət. Ulu Tanrıdan sənə naz olayım. Güzaran var, bir şükür. Qaraxan, qoy versin, tutarsın. Götürəcəksən sən narahat olma. Cənnətdə hörmət, izzət var. Çox pillələri qalxmışam, indi də demə qozalıram. Qozalırma, ucalığa uzalırsan. Belə qozalır. Mən sənə nə 100, nə 200, nə 300 yaş arzulamıram. Ulu Tanrı nə qismət edir? Ondan arzum diləyim olur. Sənə özü bildiyi, sənin arzu elədiyi yaşı qismət edəsin. Ağılsız, arzsız yaşayasın. Var olasan, var olasan. Bir dəqiqə Arif müəllim. Niyə ayağa qalxdım? Arif müəllim vurğulamadı, icazə verin bir balaca ona müdaxilə edeyim. İncəliyə baxın, bu dəqiqə hər birinizi yoxlasam, qətiyyən bu an ola bilməz. Dünyamalı yeganə şəxsdir ki, eyni gündə onunla bərabər başqa anadan doğulan qadınla ailə həyat durur. Hər ikisini 80 yaşında. Tarih yazımda olur. 52 ildir, səhv eləmirəmsə, bunlar qoşa ömür sürürlər. Bax, bu sizin fikrinizin davamı olaraq. Bax, bu baxımdan sizi ona görə çox istəyirik ki, belə sözlər sizin fikrinizdir. İnşallah 62 getir var. 90 demişəm də, 90 Vay, sağ olun. Oldu. Arif müəllim dediğiniz sağ olun. Eylən sağ olun. Sağ olun. Ömrüm baharında qış ağarsa da, torpaq qurokdur, daş ağarsa da, yaş 80-ı kesib ayaqsak, baş ağarsa da, ürəkdə dayanaq sürət qozar. Alqayla məni dinləyin biraz. Axarım Kür çayın, iskili maraz. Yazarım şeiriyyət varım telli saz, eldə hörmətim var, hörmət qocalmır. Eldən hörmətiniz əsli olmasın da. Bir də şair yazır ki, dostlar için badələri, gələnlərin sağlığına, zəhməti ilə eldə xoşbəxt olanların sağlığına. Hər kim bilsə hörmətini, heç istirməz şöhrətini, kişiliyin qiymətini bilənlərin sağlığına. Səsi ölsün xana-xana, səda düşsün bu cahana, namus ilə el qaydına qalanların sağlığına. Şair bənə əldə badə, pak ürəkli nəsilzadə, məclislərdə onu yada, salanların sağlığına, sizin sağlığına, Allah hər birinizə can sağlığına. Ay Famil, məni ayağa qaldırırsan, xahiş edendir. Fikir verin. Siz onu deyirsiniz, icazə verin, əlavə edin. Bu badəni deyirəm, piranların sağlığına. Zəhmət çəkib bu süpürəni quranların sağlığına. Dost, odur dost qədrin bilə. Biri-birinə gedə, gələ, əldə qədək, gülə-gülə, vuranların sağlığına. Kəmsabad, yaxşı qoydun, himi çalışdırmasın, sarı simir. İlqarında kişi kimi duranların sağlığına. Bugünkü gündə sizin sözün davamı olaraq ilqarımız, əhdimiz, peymanımız. Keçən il Sadıqovun 80'ini qeyd eləmişik. Bu il dünya malının, ay Cavanşir müəllim, növbəti illərdə 80'ləri gələncə hər birinizdən sarı qeyd edə bilək. Buyur qadar. Evdə torpaqlara yay balam vermərəm səni. Evdə torpaqlara yay balam vermərəm səni. Yerin qollarımın arasındadır. Təbii sularla yana yumaram.
da ben. Ezelden insana olubdur vefam, buzlu bulaq suyum, saf təmiz havam. Gül xətnim, kək otum, xəstəyə şəfam. Həbibəm, həkiməm, dərdə dərmanım, ağrınalım, Azərbaycanım, Azərbaycanım. Bu Azərbaycanda nə qəriblik. İndi icazə verin, operator, gəl belə. Qaraxan, xahiş edirəm, dur ayağa. Qaraxanla mənim gizli bir sirrimi açacağım. Gəl görüm yoldaş şahmat. Diqqətinizə çatdırım ki, mənim taleyimə yazılıb, hara gedirəmsə, müəyyən 2, 3, 5 yoldaşla dostluq edirəm. Lakin, dostluqda Peyğəmbər hesabı olub aramızda. Həmişə bunu bir mənalı şəkildə bilir. Dünyamaldan soruşduq, sirri açım, sizin üçün də maraqlı olar. Dedi ki, keçən il bizə dedi ki, 80 yaşı tamam olur. Yoxsa, nə olacaq? İkimiz də əl-ələ verdik, bizim həmişə sacayağı birliyimiz var. DGS, Dünyamalı Qaraxan Sabir, DGS birliyi. Yəni, həmişə bir yerdə otururuq, bir yerdə dururuq, özdə Peyğəmbər hesabı ilə. Sonra da bəlum oldu ki, keçən bunun 80 yaşı tamam oldu. 79 idi keçən. Ya, xahiş eləmə, müdaxilə eləmə. O sənin cəlbəliyəm. Bizə deyir 80 yaş tamam oldu. Nə olacaq, bir gözəl bizim rəssamımız var, cavan oğlan, ancaq bir gün çox təəssüf ona deməmişim, mən günahkaram. Üçümüz aylıqda oturarıq. Bundan xahiş elədik, şəklini axtardıq, tapdığa mənim əzizlərim. İkimiz də bunun üzü nurlu şəklini istəyirdik. Ancaq bu kişi bizə cavanlığını, həmişə cavan olduğunu bildirmək üçün cavanlıq şəklini verdi. Dəyişdi. Elə deyil mi? Bəlkə yalan deyirəm, altdan üstdən demirəm ki. Dəyişdi, rəssamla görüşdü elədi, hansı şəkil deyil, nə deyə bilərik? İşlətdik. Keçən il təqdim elədik. Evə gedib baxanda gördüm, mən bunun haqqında nəqalə işləmişim, ay başıma dedim. Gələn il bunu 80 yaşı tamam olur. Yoldaş evdə deyim, bax tamam olur, sən nə danışaq, gələn 80 yaşı tamam olur. İndi bir sirdaşım, bax beləcə əlini çiyininə qoyun, belə oğulların qadasını alın. Dünyamalı bu şəkli göndərir Gəncəyə, orada yubileylərini qohumlar arası keçirməyə. İndi biz tədbiri keçirəndə şəkilsiz olmalıydı. Qadasını alın Bəhramın. Gəncədən ildırım sürətinin şəkili, portreti gətir dərgələr. İcazə ver Qaraxan, sən oradan dur. Ay sən. Baş üstə. Yaşlı adamdır. Yox. Xahiş edir. Yox, elə ikimiz bəsdir. Özü buradadır, deyil, bırak. Şimdi sən oradan tut, mən buradan ancaq şəkli salmayaq. Çək. Üstən qaldır. Aha, çək. Qaraxan, sana sən gəlir. Ay sağ ol. Mənim əzizlərim, bax, keçən il bu şəkili rəssam qəsəbəmizin yetirmələrindən olan Rövşən adında yoldaş işləyib. Buyurun, Dünyamalı müəllimin, bəli, burada 60 yaş olub, yoxsa 50 yaşı. İndi isə 80 yaşı. Necə? İndi isə xahiş edirəm elə bu sənin, məndən çox sən Qaraxan Şahbazovun arzusudur. Ürək sözlərini de, düşdüm ona. Mən də bugün ziyalı məclisidir. Ceyranbatan ziyalıların salam verirəm, sağ olsunlar. Bugün qardaşımızın, ağsaqqalımızın, Dünyamalı kişinin 80 illik yubileyində bütün işlərin, güclərini atıb, sağ olsunlar ki, gəlib burada iştirak edirlər. Hər birimizə təşəkkür edirik. Sağ ol. Ağsaqqala da can sağlığı, həmişə belə gümrah, balalarının, nəvələrinin ətrafında təbrik edirik. Bu bizim arzumuzdur. Buna görə bunun əziyyətini çəkmişik. Lakin yenə də Bəhramın qadasını alın ki, nə yaxşı Gəncədən bunu qəhrəmancasına gətirdi, gəldi. Təbriklər. Eşdirəm. Bu şəkil olanda, çəkiləndə, mənim 79 yaşım vardı. Bəli. O aşağıdakı tarafiyetli ya, sizdən xahiş elədim ki, sabır mənim bunu. Onu bilirik. Bax, o 26-cı ilə, 25. Yox, xahiş edirəm bir baxın siz qonaq kimi. Neçə yazıb bura? 80? Və salam nə yazıb? Təqdim elədik. Gəl bura gəl, bura gəl. Hələ özüm dərk etmirəm bu fənada mən kiməm.
Necə deyim verməyəcəm ömür bağda mən kimə? Hökümdarlar yerə dəydi qəzəbindən fələyin, sərkərdələr diz çöktülər bu dünyada mən kimə? Ahmet dedin dayan. Kaan şeyle bura dincəlməyə gəlmişik də. Çaxıb şimşək kimi tələbəliklə gəncliyim Gəncədə qalıbdı mənim. Vətən məhəbbəti, el məhəbbəti əzəldən vüqarım olubdu mənim. Buyur. Fironun yayıqlarından göy sinəsi titrədi. Bir Allahı nişan aldı, oğun səsi titrədi. Haya İskəndərin buynuzunda yer kürəsi titrədi. Axır onlar külə dondu bu yuqubada, mən kiməm? Namərdlərin, nakəslərin gözlərinə bıçağım. İnsafsızdan, imansızdan, inamsızdan qaçağam. Tale vursa, bəxt gətirsə deməsinlər qoçağam. İş düzələr bir ilahi etsə dada, mən kiməm? Yaşa. İnamışam var eləyən Ahuludardan xilas. İsmaili kəsilməkdən, Xəlili nardan xilas. Kərəminlə zərrə bizi englər odlardan xilas. Bəhmənəm, bel bağlamışam o ustada, mən kiməm? Ay, aşıq acıqlar olub bunlara, qədə qalır. Torpağa, şahtadan əlamət qalmaya keşkə. Dünyaya göz açıb gələn bir çiçək, vədəsindən əvvəl solmaya keşkə. Dostun meyli dostdan dönməyə yanar, yamanlıq etməyə insan insana. Balanın dalını görməyə, ana ağlayıb sasını görməyə keşkə. Şər üzəngi tapır, minməyə ata, övladı bədəsir görməyə ata. Heç kimin əlindən çıxmaya xəta, nə zindan, nə dustaq olmaya keşkə. Dübarə götür görə şairə deyil. Dedi mənə vaxtsız qocatmaya, ailələ il cavanları qəfil aparmayan ayəllər. Dedim ey mənə sen cavanları arzuya çatmamış azalım. Dedim mənə gül cavanları məzarlar boynuna. Dalya keşke vaxtsız boşaltmaya il zamanları, qəfil aparmaya sel zamanları. Arzuya çatmamış gül zamanları, məzarlar qoyulmaya keşke. Bəhmən ağlar içindəki yaradan, dağ üstündən dağ çəkildi yar, ədan. İki qəbri bir eyliyə yaradan, bir də iki bölüm. Yaşa. Allah'ımıza can sağlığı. Yaşa. Bayaq mənim fikrimi yarımçıq kəsdin. Davam edeyim. Ürəkdən genişəm, yoxdur darlığım, uşaqkən yaranıb üsyankarlığım. Ay Famil, bilin ki, vücudum, bütün varlığım dünən kəndimdə, bugün Ceyranbatanda kamala dolubdur mən. Sabirəm, həyatla yarışmalıyam, arzular boynunda vuruşmalıyam. Həyata baba buradakılar kimi qarışmalıyam. Çünkü insanlıq amalım olubdur mən. İcazə verin,
yenə diqqətinizə çatdırım ki, DGS-dən başqa, yəni Dünyamalı Qaraxan Sabir üçlüyündən başqa təbii şəkildə Natif Abdullayev deyilən bir yoldaşla qaynayıb qarşı. Neyse sanki oturur be. Meydan indi ona verəcəm, narahat olma, bu dəqiqə. Natif Abdullayev də hədsiz dərəcədə məsuliyyətli, prinsipial, haqq ədaləti gözləməyə çalışan bir el oğlumuzdur, Ceyranbatan qəsəbəsinin vətəndaşıdır. Bugünkü gündə mən bilirəm ki, onun da bizim elimizin, qəsəbəmizin fəxri ağsaqqallarından olan Dünyamalı kişi ilə bağlı deyəcək sözlər var. Buyurun Natif müəllim. Mənə söz verdiyinizə görə Cənab Tağıyev sizə təşəkkür edirəm. Bugünkü gün çox, mənim üçün də, hamımız üçün çox əlamətlər gündür. Mənim əziz və hörmətli daim, dayılar içərisində bir dənə erkək dayım var. O da Cilli Zavadın nəvəsi Zavadov Dünyamalı. Onun bu günü şad günüdür, ad günüdür, 80-lik yubileyidir. Mən arzu edirəm ona, mən onu nə vaxtdan tanıdığım gündən bu günə qədər də həqiqətən də erkək kişidir. O qəsəbədə öz zəhməti ilə, öz qabiliyyətindən, şəxsiyyətindən hörmət qazanmış bir kişidir. Yaşa. Mən onu şəxsən özlüyümdə, öz payıma deyirəm, mən onu heç vaxt unutmaram, unutulacaqam. O həqiqətən mərd kişidir. Mərdlər içərisində həqiqətən mərd kişidir. Bir daha Allah Cilli Zavada rəhmət eləsin. Amin. Cilli Zavad Göyçə mahalının sakini olub, orada yaşayıb, başa çatıb, özü də həqiqətən mərd kişi olub. Belə mərd kişi olub ki, mən özümü təqdim edəcəm, onu qeyd edeyim. Mən Yeraz motorundan Gədəbəyliyəm. Gədəbəylə də Göyçənin arasında bir dağ var. O dağı biz piyada ayaq olurdu, keçirdik, atla keçirdik, gəlirdik. Yəni o ərazini yaxşı tanıyırlar. Orada Cilvo kəndi var idi, Ağbulaq, Pəmbək. Dağın adı nə idi? Dağın adı Göyçə mahalı da ora. Göyçə mahalı, Gədəbəyinin həmsərhəd rayonu. Ortada bir dənə dağ var, bu dağı aşıb keçib gəldi. Həqiqətən mənim daim Yavıqlı Məzid olub, mənim bir tərəfim orada Yavıqlıdır. O Cilli Zavadla həmişə dost olublar, mehriban olublar. O Göyçə mahalının bəyi olub, Qaçaq Məzid isə Gədəbəyin bəyi olub. Qaçaq Məzid 1930-cu ildə bildiyiniz kimi Azərbaycanda Sovet hökuməti, ümumiyyətlə Sovet 18-ci illərdə yaranıb da, 18-ci ildə. O 10 il o adam Sovet hökumətinə tabi olmuyor. Onun özünün mağarı olur dağda. Onun evi olur, 2 mərtəbəli evi olur. Onun elə biliblər ki, evdədir. Topla onun elə bil ki, evini vurub partlatmaq istəyirlər ki, onu məhv edilmək üçün. Top atılır, top o dağılmıyor. Elə bil ki, bir tərəfdən deşik açıb, o bir tərəfdən çıxır. Amma o, böyük bir mağarası varmış, haradasa bir 70-80 nəfərə qədər də onun qolbəyləri, qurtuları olur. O, ancaq o insanları Qızıl torpaqda bir kişinin böyük təsərrüfatı olub, bal təsərrüfatı, arıçılıq. Onun balından o cəmaatı orada saxlayılmış. Yedizdirilib, içildirilmiş belə. Yəni, mənim əsas məqsədim oldu ki, deməkdən, yəni Cilli Zavadla mənim babam, Yavıqlı Məzid qardaş olublar. O tərəfin bəyi olub, bu da bu tərəfin bəyi olub. Allah onların hər ikisinə rəhmət eləsin. O cümlədən Zavadova can sağlığı, uzun ömür arzulayan, onların torpağı sanı yaşasın. Sağ ol Zavadov. Sağ ol. Sən mənim həqiqətən etiraf edirəm ki, sən mənim daimsən.
Aileler içerisinde de bir tane erkek daimsan. Yaşa. Sağ ol. Sağ olun. Eline var sağlık. olun. Sağ ol. Türkiye'de daima. Çok şöhrətli. Saf vicdandır, baş ürəkli. Gədəbəydə tut şörəkli, qonaqlara baş sarkı.